Ferdin psikotipi kimdir? Bu psikotip yeni təəssüratlar axtaran, insanları təəccübləndirən və güldürməyə bacaran adamdır. Onların olduğu ortamlarda insanların əhvalı yuxarı olur. Bu gün üçün yaşayan tipdir. Yeniliyi sevir və monoton işlərdən qaçır. Gördüyü işi başdan soğuda edir. Səliqəsizlik özünü onun geyimində də göstərir. Özünə nəzarət aşağıdır. Uzun müddət bir sahədə işləməsi çətindir. Şəxsiyyətində kobudluq var və empatiya hissi çatışmır. Sifətində emosiyalar tez-tez bir-birini əvəz edir və kinli deyil. Nitqi sürətli, yüksək və tələskəndir. Ünsiyyət zamanı həmsöhbətinə əli ilə toxunur. Bəzən etdiyi hərəkətlərdən sonra insanlar ondan uzaqlaşır. Tez həvəsdən düşür və maraqları ani olaraq dəyişir. Ciddi işlərdə yararlı deyil. O qumar oyunlarına və spirtli içkilərə meyillidir. Şuarı budur. Boş ver, olan şeydir.